Preposition izahına başlayır. Preposition ümumiyyətlə bax bu adından başlayaq. Preposition adından. Preposition. Yəni ön mövqe. Ön mövqe. Yəni bu bizə necə kömək edəcək ki? Məsələn, in sözünü hər biriniz dadə mənasında bilirsiniz də. Məsələn, mən demək istəyirəm ki, sinif otağındakı tələbələr yazıram Azərbaycanca. Sinif otağındakı tələbələr. Bu ingilisində fərqli olur. Söz önü ilə olduğuna görə. Çünki dadə ingilisində indir, söz önüdür. Ona görə tərsinə eləyirik. Deməli, birinci tələbələr gəlir. Bunu dəyişirəm. Avtobusdakı qızlar deyək. Qəşəng misal olsun. Avtobusdakı qızlar. Bax, bunu ingilisində necə deyəcəyik? Birinci qızlar gələcək. Nədir qızlar? Sən bilirsən Hüseyin. Göz. Sonra dadə gələcək. In, de, bas. Gördünüz, tərcümə tərsinə oldu. Söz önü tərcüməni tərsinə dəyişir. Ona görə ön mövqe deməkdir də söz önü. İndi başlayaq. Bəzi söz önlərin qrammatikası var. Mən qrammatikası olanları deyəcəm sizə. Qrammatikası olmayanlar öz ixtiyarınızdadır. Əzbərləməlisiniz. Yaxşı, başlayıram. Birinci, in, on, ət söz önlərinin yer bildirən mənalarından danışıram. Yer bildirən in-on söz önləri üçü də dadə deməkdir, amma məzmun cəhətdən baxdıqda in söz önüsü dadə içində deməkdir. Dadə içində. Necə? Məsəl üçün dedik ki, elə avtobusda da ində bas. Əslində mən burada səhv eləmişəm. Fikrim qalıb Hüseynin misalında on the bus deməkdən in the bus demişəm. Məsələn, deməsim sinif otağında in the classroom deyəcəm. Yəni on the bus'ın olma səbəbini birazdan izah edəcəyəm. In the classroom deyəcəyəm sinif otağında. Çünki sinif otağı bizə əhatə edir. İçində sayılır sinif otağının. Onun söz önüsü nədir? Dadə üstündə deməkdir. Məsələn, deyirəm on the platform. Platformanın üstündə deməkdir. At söz önüsü nə deməkdir? At söz önüsü isə yanında, civarında deməkdir. Məsələn, deyirəm ki, at the bus stop. Avtobus dayanacağında bilirsiniz, avtobus dayanacağı dəqiq sabit bir yer deyil də, onu biz ətrafında olsun, yanında dururuq. At the bus stop. Yaxşı, unutmursunuz, istimai yerlərlə həm in söz önüsü işlənə bilər, həm ət söz önüsü işlənə bilər. Yəni, məsələn, məktəblə, məsələn, universitetlə həm in, həm də ət söz önüsü işlənə bilər. Bəs bunlar arasındakı fərq nədən ibarət olacaq? Biz istimai yerlərlə qurum müəssisə kimi danışırıqsa, qurum müəssisə kimi nəzərdə tutursa istimai yerləri, bu zaman ət söz önüsü işlətməliyik. Məsələn, deyirəm ki, I work, məsələn, at Cambridge School. Mən Cambridge məktəbində işləyirəm. Baxın, burada deməyə çalışdığım şey, onu Cambridge məktəbini qurum müəssisə kimi nəzərdə tutdum da. Amma zəhv vurmursunuz mənə, deyirsiniz, haradasan? Deyirəm ki, I am in Cambridge School. Mən Cambridge məktəbindəyəm. Yəni, hal-hazırda Cambridge binasının içindəyəm. Deməli, in söz önüsünə işlənlikdə istimai yerlər. Bu zaman onu bina kimi nəzərdə tutmuş sayılır onu. Bəli. Bəli, müəssisə kimi nəzərdə tutduqda ət söz önüsünə işlənir, amma bina kimi nəzərdə tutduqda in söz önüsü işlənməlidir istimai yerlərlə. Yaxşı, unutmursunuz, bəzi sözlər var ki, onlar in, on, ət, yer bildirən söz önlərindən işlənə bilməz. Səbəb nədir? Deməli, bunlar birincisi here, there, abroad, upstairs, downstairs. Yaxşı, bu sözlər in-on-ətdən işlənmir. Səbəb nədir? In-on-ətin mənası dadədir. Here həm burada, həm buradadır. There həm orada, həm oradadır. Abroad, xaric, xaricə, xaricdə. Upstairs, yuxarı mərtəbədə. Downstairs, aşağı mərtəbə və aşağı mərtəbədə mənası verdiyinə görə biz bunların qarşısında in-on-ət sözünləri işlətməyik. Baxın, mətndə də bəzən görə bilərsiniz. Danışıqda da və yaxud hər hansısa bir xarici məqalə oxuyanda da görə bilərsiniz ki, məsələn, in abroad yazırlar. Amma bizə dəxlisi yoxdur. Biz qrammatik olaraq yanaşırıq. Deyirik ki, abroad'un qarşısında, here, there'in qarşısında in-on-ət yer bildirən söz önlərinin yazılması mümkün deyil. Yaxşı. Sonra in-on-ətin bir də zaman bildirən mənası var. Zaman bildirən in-on-ət nə deməkdir? Zaman bildirən in-on-ət yenə əslində məzmun cəhətdən dadə mənasını verə bilər. Amma biz detallara gedəsi olsaq, ət sözünüzü anlıq zaman dilimlərini ifadə edir. Necə? Məsələn, at 5 o'clock.
At 5 o'clock. Saat 5'te. Görürsünüz, saat 5 anlıq bir zaman dilimində. At the moment, hal-hazırda. The present, hal-hazırda. Bunların at sözünüzü işlənir. On sözünüzü günlük zaman dilimlərini ifadə edir. Günlük zaman dilimi nədir? Məsələn, deyim ki, on 23rd of October. Oktyabrın 23'ünde. Oktyabrın 23'ü günlük zaman dilimi değil mi? Və yaxud deyirəm on Wednesday. Görürsünüz, həftənin günlərin hamısını 10 sözünüzünə işlətməliyik. Sonra məsələn deyirəm 10 Novruz holiday. Holiday sözünü görmüşsünüzsə 10 sözünüzü yazmalısınız. Çünki holiday də day'dir də, düzdürmü? Onlarla 10 sözünüzü yazılmalıdır. Günlük zaman dilimləri 10 sözünüzünə yazılır. Əslində bunu demişkən deyim, deməli bayram adlarının yanında holiday sözü varsa 10 işlənir. Amma yoxdursa at işlənir. Məsələn, at Christmas deyim də indi. At Christmas. Bayram adlarının qarşısında holiday və if sözləri varsa, if necə yazılırdı? Kim bilir? Nə deməkdir? Ərəfə. Holiday və if sözləri varsa, bu zaman bayram adları işlənir 10 sözünüzü ilə, qalan hallarda işlənir, yəni heç nə yoxdursa işlənir at sözünüzü ilə. Yaxşı, in sözünüzü daha böyük zaman dilimlərindən işlənir. Məsələn, deyirəm ki, in 1995, müqəddəs ildir də, 1995-ci il. Və yaxud bir dənə də müqəddəs ildir yazım, in 1905. 1905 və 1995 iki dənə əfsanə illərdir. Bəli, birində mən doğmuşam, birində Qalatasaray. Okay, illərin hamısı inlə işlənməlidir. Və yaxud deyək ki, in the past. Və yaxud in the future. Bəli, çünki gündən böyük zaman deməkdə. In September. İşlənməlidir in sözünüzü ilə. Yaxşı. In sözünüzü zaman bildirən mənaları belə, amma unutmursunuz. Last. Next. Each. Every, this, that'dən əvvəl zaman bildirən ünvan sözləri yazmaq olmaz. Bax, burada da bir şey qarışdırırsınız. Bax, təkrar edirəm. Last, next, each, every, this, that'dən əvvəl zaman bildirən ünvan yazmaq olmaz. Məsələn, in this room yazıda deyəsiniz, mən demişdim, this'dən əvvəl in işlənməz. This room, otaq, yer. Mən orada onu zaman kimi işlətməmişəm onsuz da. Diqqətli olun qaydaya. Zaman bildirən ünvan sözləri işlənməz. Sonra istiqamət bildirən sözlərdən danışacaq olsaq, məsələn, to var istiqamət bildirən sözünün nə deməkdir to? A, yaya deməkdir. Bir dənə to